Diqqət, diqqət! Siz Xəbər Bürosu kanalındasınız. Ölkəni silkələyən xəbərlər, vacib xəbərdarlıqlar və hər kəsi maraqlandıran son dəqiqə məlumatları ilk və ən dolğun şəkildə burada. Qış geri qayıdır. Qar, sulu qar və təhlükəli yollar. Bəs bizi 6 gün ərzində nə gözləyir? İndi isə çox vacib hava xəbərdarlığı. Yanvarın 17-si gündüz saatlarından başlayaraq 22-sinədək ölkə ərazisində hava şəraiti yenidən kəskin dəyişəcək. Oxu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. Məlumata görə bu müddət ərzində ölkənin bir çox bölgələrində yağıntılar müşahidə olunacaq. Bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bildirilib ki, Bakı və Abşeron yarımadasında da hava yağıntılı keçəcək və yağıntılar sulu qara keçəcək. Temperatur göstəricilərinə gəlincə, ölkə üzrə hava ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Bakı və Abşeronda minimal temperatur 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta gözlənilir. Qeyd olunub ki, dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq. Bu isə sürücülər və piyadalar üçün təhlükə yarada bilər. Bəs siz bu hava şəraitinə hazırsınızmı? Yaşadığınız bölgədə qar gözlənilirmi? Fikirlərinizi şərhlərdə yazın. Mütləq oxuyuruq. Belə vacib və operativ xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin, bildirişləri aktiv edin. Siz Xəbər Bürosu ilə gündəmdə qalın.